cümə günüdür. İlahi, əllərimizi naümid qaytarma. Bağışlamamış bizi bu dünyadan aparma. Şəri olan hacətlərimizi rəva elə. Dünyada İmam Hüseyin ağanın ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. Bu ayın feyzindən, hər gününün, gecəsinin feyzindən bizi binəsib eləmə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfsə, əmmarə şərrindən hifz elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Biz bu xalqa rəhm eləməyənlərə tezliklə zəlil elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. Qəbrimizin əvvəl gecəsində əlimiz hər yandan üzləndə İmam Hüseyin əleyhissalamın başımızın üstündə hazır elə. Hər kimin bu məclisdə nə hacəti var, nə dərdi var, qəlblərdən özün xəbərdarsan. Sənan verirəm İmam Hüseynə, Babul Həvaic Həzrət Əvəlfəs hörmətinə, bizim hamımızın dərdlərimizə dərman elə. Bizi bu cümə günündə